Tamam, xoş gördük. Yenidən sizin demiş olduğu kimi mənim həkim, psixoterapevt, yalan və bədəndirici ekspert Elnay Rəhimov Tambovski. Qadın və kişi sevgili münasibətlərində nəyə görə çox vaxt kişilərə və qadınlara inanmaq olmaz? Qadınlara çox vaxt ona görə inanmaq olmaz ki, onlar dopaminin təsiri altında birdən-birə hərəkətə keçirlər. Duyğusal kokteyl, emosional kokteyl, hormonal kokteyl o qədər güclü olur ki, həmin anda o hisslərin təsirindən səndən ötürü ölürəm, sənsiz yaşaya bilmərəm sözünü deyə bilirlər. Amma o emosional və hormonal kokteylin təsiri getdiyi andan etibarən sabahsı gün deyir, artıq sənə qarşı heç nə hiss eləmirəm. Lakin kişilərdə isə bu bir mənalı olaraq fərqli tendensiya ilə gedir. Yəni məntiqi şəkildə gedir. Onlar daha çox məntiqi yalan danışırlar bu mövzuda. Çox vaxt kişi deyirsə səndən ötürü ölürəm, darıxıram, sənsiz yaşaya bilmərəm. Bunu qəsdən deyir. Yəni bunun tərsi də ola bilər təbii ki. Amma bunu bilin ki, qadınlara ona görə inanmaq olmaz ki, onlar emosiyaların təsiri altında yalan danışırlar ki, çox vaxt özlərindən asılı deyil. Kişilərə çox vaxt ona görə inanmaq olmaz ki, kişilər isə qəsdən yalan danışırlar. Diqqətinizə görə minnətdaram. Sağ olun.